geldiniz. Ben Ziver. Bugün diğer videolarımdan daha farklı olan diğer videolarımdan farklı olan bir girişle sizi karşılayacağım. Gördüğünüz gibi arka-arkaya gedirəm. Niye? Çünkü məktəbə gedirəm. Sizə bir günümü göstərəcəm məktəbdə. Amma niye arka-arkaya gedirəm bilmirəm. Çünkü Nərminə dedim məni çəksin. Amma yolumuz belə olduğu için yani belə getmək məcburiyyətindəyəm. Səvələ yıxılırıq. Yıxılırıq deyəndə ki, mən yıxılıram. Sən yıxılma ehtimalın %10 falan. Ama Biraz rəxtəm. %90 falan. Neyse. İndi gedirik məktəbə. Saat neçədir? 07:28. Oo, 28. Züvər tez gedəydik. 8-ə işləyir. 2 dəqiqə sonra yarısı olacaq, 3 dəqiqə sonra da qalmış olacaq. Bəli, saatı bilməyənlərə öyrətmiş oldum. Belə gedirik. Gəl, gedək. P.U.S. Nərmin. Ay, bebeği yok şey. Heç xəbərim yoxdur, yaxşı? Xəbərim yox. Sən də mənə bir deyəcək, amma xəbərim yox. Onda bir dəqiqə. Get. Mənim videomu çəkirsən. Xəbərim yox idi bu arada. Yalansın. Deməli dostlar, məktəbə gedirik. Yenə ara yolların birindəyik. Həmişə məktəbə gedərkən ara yolla gedirəm ki, daha sakitçilik olsun. Hər zaman ara yolla getməyi tercih ediyorum. Siz də ara yollarla gedin, əgər ara yolunuz varsa. Nəsə, mənim günlük rutinim məktəbdə belə başlayır. Əvvəlcə relax bir formada məktəbə gedirəm əvvəlcə. Məktəb də buradan görünür. Görünür, hə. Bu məktəb. Mən barmağım hə. Deməli ilk dərsimiz bitdi bizim. İndi ikinci dərsə girəcəyik. Pəncərənin qabağındayam. Çox qəşəng olar. Baxın, pəncərənin qabağındayıq. Nərminlə. Ay qız. Gəlir. Mənimə gəl. Bu videonun səsini aldım dostlar, çünkü burada müəllimə qızların dırnaqları haqqında danışdı bir anda və mənimlə yanaşı dırnaq qoyduran qızlar var idi. Mən də az qalsın tutulurdum. Müəllimə dırnaqlarımı görürdü və zaten sonradan gördü. Deməli biz 4-cü dərsdəyik və 4-cü dərsdəyik. Dərsimiz boşdur. Əvvəldə müəllimə gəldi. Cüzəmə. Bayaq müəllimə mənim dırnaqlarımı gördü, qolbaqlarımı gördü, saçımı gördü, makyajımı gördü. Amma olsun, problem deyil. Nəysə, belə yəni. Nurayın ayağı. Deməli dostlar, mən də iPhone əldə elədim. Mənim də artıq. Başqa heç kimin deyil. Bir də evləsi kimləsə oturanı yoxdur, mənim. Ay qız ayaq saxladı yanca. Ay, ayağım daş ilişdi, yıxılmışdım. Ayla bir abır olacaq. Neyse, adam yoxdur zaten. Dərsdən çıxdıq. Deməli dostlar, indi dərsdən çıxdıq və mən bir dərs Nərmini gözlədim. Çünki biz bir dərs tez çıxdıq. Öyle. Bizim müəlliməmiz gəldi. Dərsimiz boşuydu. Zavçı gəldi, bizi bir dərs tez buraxdı. Ay yavaş ki. Məmər kimdə mənə baxdı. Deyir ki, deyir ki, mənim ad günümdə mənə Barbie al. Arazdayıq. Ne yapayım? Bu ne şirindir? Ay ne tırçın ben de. 75 qəpik. O ne gülüşüydü benden? Ne olduk baba? Bu ne? Bu nedir? Bu qəşəngdir. Məncə də. Mən bunu endirim. Ay ya. Sənin şirin bu. Çok şirin, tiyələylidir. Amma mən tiyələri şeyləri sevmirəm axı. Neyse.
Sevmirəm diriyir. Ən sevdiyim yerə gəldik. Bunu tərifləyirlər, deyirlər bu qəşəngdir. Amma mən bunun dadına heç vaxt baxmamışam. Neçədir bu? 2 manat 10 qəpik. Bu da 2 manat, yoxsa budur? Bu. İkisi də, ikisi də. Kür başımıza bu nədir? Bu nədir? Mən bunun adını bilmirəm. Neysə. Yağlar, gəlin yağlaq. Hansı yağ istəyirsiniz xanım? Bu yağı. Nutella almaq istəyənlərə özəl 8 Gözəl bir manat. seçim. 8 manat neçə qəpik? 79. 79 Elə 80. Ucuzdur da yəni. Evet. Birdən elə bilərsiniz, baha zatdır yox. Ucuzdur. Gidiyor. Görürsən bunlar necə? Mən bunların ismini də ola bilməm ha. Deməli dostlar, indi Arazdan çıxdıq. Arazda girmişdik. Aldığımız şey deyim. Aldıq. O içindən oyuncaq çıxır. Oyuncaq çıxır. 3 dənə aldıq. Bir də Doritos aldıq. Endirimdəydi, amma o böyük endirimdə. Biz palto aldıq. Ha, yekəydi, yekəy. Hə, glass. Siz. Bir də sok alır, alma soku. Mənim ən sevdiyim. Aslında mən sevmirdim. Prosta mənim sizə ulaşım var idi. 2-3 il bundan əvvəl onunla birlikdə içəndən sonra xoşuma gəldi. Mən də ondan sonra artıq içməyə başladım. Nəsə yəni aldığımız da budur. Və indi bildik. Üstümə uğur böceği gəldi. Baxın. Ay. Üstümə. Ne bu? Üstüme. Ne acırsan? Ha? İlk defadır bundan yiyen görse. Hı? Almayın. Ama indirimdeydi Arazda. Ne kışkırız? Eşitsin ne tamam. İzleyiciler de. Attığımız Doritos'un şeyi. Neyse. Hadi ben bunu oyuncağına sıram. Bu ne ki? Ne çıktı? Açılış edirəm ya. Ay yavaş geldi. Bu ne deməkdir? Bakım da. Bunu cebimizə qoyuruq. Güzgü. Daraq. Ay Allah. Sonra bu saça eləyən şey. Bir tane tak görüm olur. Bence belə. Neyse mən bunu düzəldərəm. Bir dənə də ondan. 2 dənə üzük. Bir sen Bir bilmem. avokadolu. Hə. Bir də şey. Bəs də qorx. Bir də nə olduğu bilinməyən. Neyse dostlar, belə şeyler çıxdı. Ver. İndi biz bunu neyniyəcəyik? Ne düşünürsünüz Zibər xanım? Ne bileyim. Bu arada isim yok mesela, ancak biz var. Allah vermiyor. Bir tane de dostlar benim neyse. Gittik. Və dostlar, mən artıq evdəyəm. Videom isə bura qədər idi. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Bu arada tipimə çox aldırış eləməyin. Saat indi 5-i işləyir. Mən evə gələndə saat 2 idi. Gedirəm saçlarımı yumağa. Əslində dünən yozacaqdım, sadəcə dünən vaxtım olmadı. Gedirəm. Bye bye.